Bakı Dövlət Universiteti Azərbaycan xalqı qarşısında, Azərbaycan Respublikası qarşısında böyük xidmətlər göstərmiş və Azərbaycanın indi bu yüksək səviyyə gəlib çatmasında böyük işlər görmüşdür. Bakı Dövlət Universiteti Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır. Coğrafi təfəkkürün və coğrafiya fakültəsinin yaranması. Azərbaycanda coğrafiya elminin inkişaf tarixi qədim dövrlərdən başlayaraq müxtəlif mərhələləri əhatə edir. Bu elm ölkənin coğrafi mövqeyi, fiziki coğrafi şəraiti, zəngin təbiəti, ticarət yolları və strateji əhəmiyyəti ilə bağlı olaraq daim inkişaf edir. Bakı Dövlət Universitetinin Coğrafiya Fakültəsi Azərbaycanda coğrafiya elminin inkişafında mühüm rol oynayan ali təhsil müəssisələrindən biridir. Azərbaycanda coğrafi təfəkkürün formalaşmasında Akademik Həsən Əliyev, Professor Məmməd Əliyev, qısaca Məmməd bəy çağırılardı. Professor Hadi Əliyev, Azərbaycan Milli Elmlər Akademiyası müxbir üzvü Qasım Gül, Professor Nurəddin Kərəmov, Akademik Budaq Budaqov, Professor Əbdürrəhim Hacızadə, Professor Rizvan Piriyev, Professor Müseyib Müseyibov, Professor Muxtar Abduyev, Akademik Aysəf Nadirov. Sonrakı dövrlərdə Coğrafiya Fakültəsinin görkəmli coğrafiyaşünas alimlərindən Professor Nəriman Vəliyev, Professor Məmməd Çobanzadə, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Şahvələt Xəlilov, Professor Maqbet Məmmədov, Professor Neron Babaxanov, Professor İsaməddin Osmanov, Professor Cabir Məmmədov, Professor Nadir Məmmədov, Professor Tapdıq Həsənov, Professor Vüsət Əfəndiyev, Professor Həsən Fəthullayev, Professor Vilayət Nadirov və başqalarının xidmətləri böyükdür. Azərbaycanda coğrafi təfəkkürün formalaşması və SSR Elmlər Akademiyasının Azərbaycan filialının tərkibində coğrafiya sektorunun açılması, milli coğrafiyaşünaslara olan tələbat Azərbaycan Dövlət Universitetində 1944-cü ildə Geologiya Coğrafiya Fakültəsinin yaradılması zərurətini yaratdı. 1950-1980-ci illər ərzində fakültə sürətli inkişaf mərhələsi keçmiş, Azərbaycan ərazisinin coğrafi xüsusiyyətlərinin öyrənilməsi və milli kadrlar hazırlanması işləri diqqət mərkəzində olmuşdu. 1940-cı illərin ikinci yarısında Qasım Gül, Xəzər problemləri, Nurəddin Kərəmov, Böyük Qafqazın fiziki coğrafiyası və landşafları, Əbdürrəhim Hacızadə Azərbaycanın iqtisadi coğrafi rayonları sahəsində samballı tədqiqatlar aparmış və coğrafi elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşlər. 1967-1972-ci illərdə Antonov, Müseyibov, Budaqov, Şirinov, Hacızadə, Piriyev doktorluq dissertasiyaları müdafiə etmiş və fakültənin yüksək ixtisaslı kadr potensialı tədricən möhkəmlənmişdi. 20-ci əsrin 70-ci illərdə bir sıra nazirlik və komitələrin, eləcə də Azərbaycan Elmlər Akademiyası institutlarının coğrafiyanın yeni müasir istiqamətləri üzrə kadrlara olan tələbatını ödəmək məqsədi ilə həmin mütəxəssislərin hazırlığını həyata keçirən yeni kafedraların açılmasında ehtiyac yarandı. Bu məqsədlə fiziki, coğrafiya kafedrasının bazasından ayrılaraq 1972-ci ildə geodeziya və kartografiya, 1973-cü ildə hidrometeorologiya, 1980-ci ildə isə ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə kafedraları yaradıldı. 2007-ci ildə Coğrafiya Fakültəsində daha bir kafedra, Azərbaycan Coğrafiyası kafedrası fəaliyyətə başladı. Bu kafedra 2014-cü ildən Azərbaycan Coğrafiyası və Coğrafiyanın tədrisi metodikası adlanır. 1944-cü ildə yaradılan Geologiya Coğrafiya Fakültəsinin ilk dekanı Azərbaycanın görkəmli geoloqu Professor Əziz Əsgərov olmuşdu. Onu bu vəzifədə 1948-1952-ci illərdə məşhur pedaqoq Abdullah Şahbazov əvəz etmişdi. Sonrakı dövrlərdə Professor Səttar Süleymanov, Professor Ramiz Sultanov, Dosent Mürsəl Həsənov, Professor Rizvan Piriyev,
akademik Vasif Babazadə, Azərbaycan Milli Elmlər Akademiyası müxbir üzvü Qədir Sultanov və professor Tofiq Şahsuvarov fakültəyə rəhbərlik edib. Həmin illərdə fakültənin tələbələri də universitetin ictimai-siyasi, mədəni həyatında aktiv mövqedə dayanmışlar. Universitetin tələbə təbii öz fəaliyyət kollektivinə uzun illər Firuddin Hüseynzadə rəhbərlik etmiş. Ramiz Əhlimanov, Ağarza İsmailov və başqaları öz fəaliyyət kollektivinin üzvləri olmuşlar. Bakı Dövlət Universiteti yeni ictimai siyasi dövrdə fəaliyyəti davam etdirirdi və 100 il ərzində 200 minə yaxın universitetin məzunu Azərbaycanın müxtəlif sahələrində öz bilik və bacarıqlarını nümayiş etdirmiş, məzunlar arasında görkəmli şəxslər, alimlər, ictimai xadimlər, siyasətçilər, mütəxəssislər, onların bir çoxu Azərbaycanın hərtərəfli inkişafına öz dəyərli töhfəsini vermişdir. Azərbaycan xalqının ümumi lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyev də Bakı Dövlət Universitetinin məzunu idi. (1991-ci ildə Geologiya Coğrafiya Fakültəsinin bazasında iki müstəqil Geologiya və Coğrafiya fakültələri yarandı. Müstəqil Coğrafiya Fakültəsinin ilk dekanı professor Vüsət Əfəndiyev olmuşdu. Onu bu vəzifədə 1999-cu ildən 2011-ci ilədək professor Müseyib Müseyibov əvəz edib. 2011-2016-cı illərdə fakültəyə rəhbərliyi professor Fərda İmanov, 2017-2022-ci illərdə Dosent Şəkər Məmmədova, 2022-ci ildən isə dekan vəzifəsini professor Məqsəd Qocamanov icra edir. Hazırda Coğrafiya Fakültəsinin strukturu, dekanlıq, 6 ixtisas kafedrası, tutorlar qrupu, Gənc Alimlər Şurası, Tələbə Elmi Cəmiyyəti, Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı komitəsindən ibarətdir. Dekanlıq dekan, tədris işləri üzrə dekan müavini, sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini, mütəxəssis, kargüzar, 5 tutor, ştatda olan professor müəllim heyəti isə 54 nəfər, o cümlədən 8 elmlər doktoru professor, 17 dosent, 6 baş müəllim, 23 müəllim və 105 saat hesabı qaydada müəllimdən ibarətdir. Coğrafiya fakültəsində ümumilikdə 1700-dən çox tələbə, o cümlədən bakalavriatura pilləsində 6 ixtisas, magistratura pilləsində 19 ixtisaslaşma, doktorantura pilləsində isə 9 ixtisas üzrə Azərbaycan, Rus və İngilis bölmələrində əyani və qiyabi təhsil alma formalarında təhsil alır. Fakültədə Çin Xalq Respublikası, Pakistan, Rusiya və Amerika Birləşmiş Ştatlarından tələbələr təhsil alır. Coğrafiya fakültəsi yarananda fakültədə yalnız Coğrafiya kafedrası mövcud olub. 1948-ci ildə həmin kafedra iki müstəqil fiziki coğrafiya və iqtisadi coğrafiya kafedralarına ayrılıb. Sonrakı dövrlərdə fiziki coğrafiya kafedrasının bazasında daha 3 kafedra yaradılıb. Fiziki coğrafiya kafedrasının ilk müdiri professor Nürəddin Kərəmov olub. Onu bu vəzifədə professor Qasım Gül, sonra professor Müseyib Müseyibov, professor Yaqub Qəribov və hazırda kafedraya dosent Ramiz Əhlimanov rəhbərlik edir. Kafedrada əsasən landşafşünaslıq və geomorfologiyanın müasir problemlərinə həsr olunmuş tədqiqat işləri aparılır. 1961-ci ildə İqtisadi Coğrafiya kafedrası da iki hissəyə ayrılaraq müstəqil SSR-nin İqtisadi Coğrafiyası və xarici ölkələrin İqtisadi Coğrafiyası kafedraları yaradılıb. SSR-nin İqtisadi Coğrafiyası kafedrası hazırda İqtisadi və Sosial Coğrafiya kafedrası adlanır. Kafedranın ilk müdiri professor Əbdürrəhim Hacızadə, sonra professor Neron Babaxanov, professor Tapdıq Həsənov, hazırda isə professor Çingiz İsmailov rəhbərlik edir. Kafedranın qarşısında duran əsas vəzifələrdən biri ümumi və regional sahələr üzrə iqtisadi və sosial coğrafiya kurslarının nəzəri metodika əsasları və konstruktiv istiqamətlərini yeni şəraitin tələblərinə uyğunlaşdırmaq, ayrı-ayrı təsərrüfat sahələri üzrə strateji yol xəritələrinin işlənməsi və iqtisadi coğrafi potensialın qiymətləndirilməsindən ibarətdir.
1961-ci ildə yaradılmış Xarici Ölkələrin İqtisadi Coğrafiyası kafedrası hazırda Xarici Ölkələrin İqtisadi Siyasi Coğrafiyası və Turizm kafedrası adlanır. Kafedraya müxtəlif dövrlərdə professor Hadi Əliyev, professor Aydın İbrahimov, professor Cabir Məmmədov, dosent Gülsabah Hacıyeva, dosent Həbibə Soltanova, 2022-ci ildən isə yenidən professor Aydın İbrahimov rəhbərlik edir. Kafedra əsasən müxtəlif ölkələrin coğrafi, iqtisadi və turizm xüsusiyyətlərini öyrənir. Geodeziya və kartografiya kafedrası 1972-ci ildən yaradılıb. Onun ilk müdiri professor Rezvan Piriyev, 1989-cu ildən dosent Rafiq Babayev, 2011-ci ildən professor Məqsəd Qocamanov, 2023-cü ildən isə dosent Əfqan Talıbov rəhbərlik edir. Kafedranın əsas elmi tədqiqat istiqamətləri ölkə ərazisində müasir tələblərə cavab verən topoqrafiya geodeziya və kartografiya təminatlı sisteminin yaradılması, müstəqil dövlətlərin atributlarından olan dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası, rəqəmsal xəritənin tərtibi və digər məsələlərdən ibarətdir. Hidrometeorologiya kafedrası 1973-cü ildə yaradılıb. 1990-2004-cü illərdə professor Maqbet Məmmədov, 2004-2022-ci illərdə professor Fərda İmanov, 2022-2024-cü illərdə dosent İmran Abdullayev, 2024-cü ildən isə dosent İradə Əliyeva rəhbərlik edir. Hidrometeorologiya kafedrası təbii mühitin tədqiqi və ekosistemlə bağlı elmi araşdırmalar aparan mühüm akademik bölmələrdən biridir. Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrası Coğrafiya fakültəsində 2007-ci ildə yaradılmış ən gənc kafedradır. Onun ilk müdiri professor Vüsət Əfəndiyev olmuşdu. 2019-cu ilin mart-iyul aylarında professor Çingiz İsmailov, 2019-cu ilin iyun ayından isə kafedraya dosent Salih Nağıyev rəhbərlik edir. Kafedranın əsas elmi istiqamətləri müasir dövrdə Azərbaycanın kiçik və orta şəhərlərində yaranmış problemlərin inkişaf xüsusiyyətləri və tənzimlənməsi yolları, əhali məskunlaşması və miqrasiya problemləri, coğrafiyanın tədrisi metodikasından ibarətdir. Coğrafiya fakültəsində tədris prosesinin təşkili, ali təhsil pilləsinin dövlət təhsil standartları və rektor tərəfindən təsdiq edilmiş tədris planları əsasında həyata keçirilir. Dekanlıq, eləcə də fakültənin təcrübəli metodist müəllimləri tərəfindən mütəmadi olaraq tədris prosesinin keyfiyyətinə nəzarət həyata keçirilir. Tələbələr tərəfindən auditoriyalarda qazanılmış nəzəri bilikləri möhkəmləndirmək məqsədi ilə praktiki məşğələlər, ustad dərsləri, seminarlar, ekskursiyalar və çöl tədris təcrübələri təşkil edilir. Fakültənin alimləri müasir dövrün elmi-texniki nailiyyətlərinə, müasir çağırışlarına cavab olaraq öz elmi fəaliyyətini təşkil edir. Fakültənin prioritet elmi istiqamətləri Azərbaycan ərazisinin kosmik təsvirlər əsasında coğrafi tədqiqi və davamlı inkişafının təmin olunmasında işğaldan azad olunmuş ərazilərin diaqnostikası və reabilitasiyası mövzularından ibarətdir. Alınmış nəticələr çoxsaylı respublika və beynəlxalq jurnallarda nəşr edilir. Konfrans, simpozium və konqreslərdə elmi məruzələr şəklində dinlənilir. Fakültədə mütəmadi olaraq tələbə elmi dərnəklərinin, professor müəllim heyətinin və gənc alimlərin elmi seminarları keçirilir, tədqiqat nəticələri dinlənilir. Fakültə kafedraları və alimləri müstəqil dövlətlər birliyi və bir sıra xarici ölkələrin nüfuzlu universitetləri ilə elmi əlaqələr qurmuş, konfrans və simpoziumlarda elmi məruzələrdə çıxış edirlər. İkili diplom proqramı ilə əlaqədar olaraq bir sıra xarici ölkə universitetləri ilə danışıqlar davamlı olaraq aparılır və yaxın zamanlarda iki tərəfli müqavilələrin bağlanılması gözlənilir. Fakültə tələbə təşkilatları, Gənc Alimlər Şurası, Tələbə Elmi Cəmiyyəti, Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi və Bakı Dövlət Universitetinin Könüllülər Təşkilatının coğrafiya nümayəndəliyi olduqca aktiv fəaliyyət göstərir. Tələbə Elmi Cəmiyyəti 2014-cü ildə ekvatordan qütblərə, Azərbaycanın inzibati rayonlarının coğrafi səciyyəsi, Azərbaycan coğrafiyası, elmi kütləvi topluları nəşr etdirmiş və hər il magistr və gənc alimlərin elmi praktiki konfranslarını keçirir. Tələbə təşkilatları ölkənin həyatında baş verən hadisələrlə bağlı xalqımızın tarixinin önəmli günlərində tədbirlər təşkil edir. Fakültənin tələbələri bir çox respublika və xarici ölkələrdə keçirilən elmi yaradıcılıq müsabiqələrində mütəmadi olaraq öz layihələri ilə çıxış edirlər.
Bu günlərdə Coğrafiya Fakültəsinin tələbəsi İmran Bayramovun Sərsəng su anbarı və ətraf ərazilərdə təbii ekoloji şəraitin məskunlaşma prosesinə və təsərrüfatın inkişaf imkanlarına təsiri, Sona Paşayevanın ekoloji və rekreasiya təyinatlı yaşıllıqların şəhərlərin dayanıqlı inkişafına təsirini tədqiqi layihələri Azərkosmosun keçirdiyi yer səthinin məsafədə müşahidəsi müsabiqəsində finala yüksəlmişlər. Rusiyada keçirilən Roskonqres Fondunun keçirdiyi Azərbaycan Odlar Yurdu layihəsində fakültənin 11 tələbəsinin layihəsi qalib elan edilmişdir. Coğrafiya Fakültəsinin tələbələri fakültənin, eləcə də universitetin ictimai-siyasi həyatında da aktiv mövqedə dayanırlar. Şuşa-Xankəndi yolunda Qarabağda ermənilər tərəfindən həyata keçirilən, ekoloji terrora qarşı keçirilən etiraz yürüşündə, müxtəlif dövrlərdə keçirilən iməcliklərdə, Bakı Dövlət Universitetində keçirilən idman yarışlarında Coğrafiya Fakültəsinin tələbələri fəal iştirak edir, idman yarışlarında fəxri yerlər tuturlar. 2014-cü ildə futbol üzrə Bakı Dövlət Universitetinin birinciliyində 1-ci yer, 2022-ci ildə 3-cü yer, qızlardan ibarət voleybol komandası 3-cü yer və digər mükafatlara layiq görülmüşlər. The bronze medalist is Zeynep Rahimova, Baku State University. Coğrafiya Fakültəsinin məzun tələbələri isə 1-ci Qarabağ, eləcə də 2-ci Qarabağ 44 günlük Vətən müharibəsində zəfərin əldə edilməsində böyük qəhrəmanlıqlar göstərmiş, onlardan bəziləri şəhidlik zirvəsinə yüksəlmişlər. Fakültə kollektivi daima öz şəhid və qaziləri ilə fəxr edir, şəhid ailələri ilə mütəmadi əlaqə saxlayır, bayram sovqatları çatdırır və qazilərlə görüşlər keçirir.